Əgər siz də şəkərsiz qidalar yeyib, amma arıqlaya bilmirsinizsə, bu video tam sizin üçündür. Çünki problem sizin iradəniz deyil. Problem sizin aldığınız yanlış məlumat. Bugün sizə həkim kimi izah edəcəyim ki, şəkərsiz məhsullar əslində bədəndə nə edir və niyə sizi aldadır? İnsanların ən böyük yanlışı budur. Tərkibində şəkər yoxdursa, deməli təhlükəsiz qidadır. Amma metabolizmdə əsas məsələ yalnız qlukoza deyil. Əsas oyunçu insulindir və bəzi şəkərsiz məhsulların tərkibində olan maddələr qanda şəkəri çox sürətli şəkildə qaldıra bilir. Məsələn, maltodekstrin bəzən adi şəkərdən daha yüksək glikemik təsir göstərir. Yəni siz etiketi oxumursunuz və bunun dərinliyini də bilməyə bilərsiniz. Digər tərəfdən süni şirinləndiricilər var. Aspartam, sukraloza, sakarin kimi maddələr kalori verməyə bilər. Amma bu demək deyil ki, metabolik olaraq neytraldırlar. Araşdırmalar göstərir ki, bu maddələr bəzi insanlarda insulin cavabını dəyişə bilir. Beyində şirin dadla enerji arasında uyğunsuzluq yaradır və nəticədə iştahın daha da artmasına səbəb olur. Siz kalori almadan belə çox yeməyə meyilli olursunuz və bundan əlavə bağırsaq mikrobiotası üzərində təsir göstərərək glukoza metabolizmasını daha da pisləşdirə bilir. Bu isə daha uzun müddətdə insulin rezistentliyinin daha da dərinə gedərək prediabet və diabetin yaranmasına səbəb ola bilər. İndi isə ən vacib hissəyə gələk. Hansı şəkərsiz məhsullar ən risklidir? Birincisi, sugar-free şirniyyatlar. Çox vaxt bunların tərkibində mannitol olur və bu maddə qanda şəkəri düşündüyünüzdən daha çox qaldıra bilir. İkincisi, protein batonları. İnsanlar bunu sağlam hesab edirlər. Amma çoxunda da gizli karbohidrat yükü vardır. Yəni glikemik indekslər də yüksəkdir. Üçüncüsü, diet içkilər. Kalorisi az ola bilər, amma iştahını artıraraq daha çox yeməyə səbəb olurlar. Dördüncüsü, no add sugar məhsullar. Burada əlavə şəkər yoxdur, amma təbii şəkər və ya nişasta yükü burada da yüksək ola bilər. Yəni siz məhsulun üzərindəki yazıya güvənirsiniz, amma bu yazılar sizi qorumaq üçün deyil, sadəcə satış artırmaq üçündür. Biz endokrinoloq kimi bunu çox açıq görürük və pasientlərə də izah edirik. Əgər pasient insulin dirənci varsa, polikistik yumurtaqlar sindromu varsa və ya çəki verə bilmirsə, eyni zamanda şəkərsiz məhsullara güvənərək istifadə edirsə, bu bizim müalicəmizin qarşısına alan əsas faktorlardan biridir. Amerika Diabet Assosiasiyası və digər beynəlxalq tövsiyələr açıq şəkildə bildirir ki, əsas fokusumuz məhsulun üzərində yazılan sözlər deyil. Əsas fokusumuz qidanın ümumi qida modeli və bədənin verdiyi ona metabolik cavab olmalıdır. Bəs biz nə edək? Nə etməniz lazımdır? Birincisi, etiketi yox, tərkibini oxuyun. İkincisi, total karbohidrat miqdarına baxın. Üçüncüsü, şirin dad asıllığını azaltmağa çalışın. Dördüncüsü, mümkün olduğu qədər real və işlənməmiş qidalara üstünlük verin. Və ən vacibi də şəkərsiz sözünü təhlükəsizlik göstəricisi kimi qəbul etməyin. Əgər siz bu məlumatları bildiyiniz halda hələ də şəkərsiz məhsullara güvənirsinizsə, bu artıq məlumat çatmamazlıq deyil. Bu sizin özünüzə qarşı olan seçiminizdir və düzgün seçim etmədən metabolik nəticəni gözləmək mümkünsüzdür və hətta yanlışdır. Sonda bu videonu bəyənməyi, şəkərsiz qidalara deyib daha çox üstünlük verən insanlara çatması üçün paylaşmağı xahiş edəcəm. Özünüzə yaxşı baxın və kanalımıza abunə olun.